Bugün sizlere dəmir tozu qumat haqqında məlumat verəcəm. Necə hazırlanır? Bir qaşıq xörək qaşığı 10 litr suya əlavə olunur. Yaxşıca qarışdırılır. Çalışın quyu suyundan istifadə edin. Əgər yoxsa quyu qabda qoyursunuz günün altında bir gün sonra istifadə edirsiniz. Çox gözəl təsir edir. Köklənməni tezləşdirir. Fosforun, kalyumun mənimsənməsini tezləşdirir. Belə qarışdırılır yaxşıca. Həll olduqdan sonra az-az, amma tez-tez yeni əkdiyiniz ağaçlara da vermək olur. Yeni əkdiyimiz ağaçdır. Bir həftə qabaq əkilən ağaçdır. 300 qram hardasa hər ağaca. Mən belə tərəvəzlərə də verirəm. Xiyar, istovot, hərəsinin dibinə 100 qram, 150 qram şəklində vermək mümkündür. Ağacın köklənməsini çox gözəl inkişaf elətdirir. Yəni belə bir şəkildə gözəl sizin də ağaclarınız olmasını istəyirsinizsə istifadə edin. Çox məsləhətdir. Artıq qalanları da həyatda olan güllərinizə, qab güllərinizə az-az versəniz çox gözəl kökləri stimulyasiya edir, köklənməni təşviq edir. Bu şəkildə az-az verin, tez-tez verin, onun ziyanı yoxdur. Qalanı da ağzını bağlayın, saxsın.